Deyir, xanım gəldi bu Mirzə Həbibullahın yanına. Dedi ki, acaba, mən də istəyirəm evdə İmam Hüseyin məclisi təşkil verim, gələrsən bizə roza oxumağa? Deyir, Mirzə Həbibullah da tanınmış bir alim, məşhur bir adam, 5-6 dənə də məclisə söz verir. Baxdı ki, məsələn, ev məclisində orada 5-6 nəfərdə adam olacaq. İstədi ki, boyun qaçır da. Amma birbaşa da deyə bilmir axı ki, yox, gəlmirəm. Dedi ki, bəs mən 5-6 dənə məclisə söz vermişəm. Bu təbiidir də ya bunlar. Mən 5-6 dənə məclisə gedəcəyəm, mənim dincəlməyim də var filan, saatlar biraz doludur. Dedi ki, fərq eləmir, hansı saat sənə uyğunmusa o saatı mənə deyinəm. Deyir, bu molla fikirləşdi ki, buna elə bir saat deyim ki, o vaxt məclis olmur da. Özü desin mənə ki, yox da lazım deyil. Deyir, dedim, gün ortadan sonra saat 2-də mən boşam. Məsələn, 2-dən 3-ə. Deyir, dedi, bay Allah sənin valideyn və rəhmət eləsin. Çox gözəl. 10 gün saat 2-dən 3-ə gələrsən bizə. Özü verib də təklifi. Daha fırlatmağa yer qalmadı. Dedi, baş üstə. Məhərrəmlik başladı bu Mirzə Həbibullah, Allah ona rəhmət eləsin. Başladı bu xanımın evinə gedir, elə gəldim, gördüm, elə düşündüyüm kimidir. Məsələn, məclisdə 4 nəfər adam olur, 5 nəfər adam olur, 6 nəfər adam. Ev məclisi də bir dənə qoca nənə evdə məclis verir. Deyir, 9 gün roza oxudum İmam Hüseynə. Bu qarının evində. Gəldi tasuat çatdı. O 5-6 məclis ki gedirdim bu balaca məclisdən əlavə, hamısı ilə danışdım. Dedim da sabah Aşuradır da. Gəlin, məclislərin hamısını elə sübhdən gün ortaya can salar. Oxuyum, gün ortadan sonra mən biraz da istirahat edeyim ki, Şam-ı Qəribanda biraz halım olsun. Deyir, hamısı ilə danışdım, razılaşdım. Bu qarı nənəyə demək yadımdan çıxdı. O 4 nəfərlik, 5 nəfərlik məclis. Yadımdan çıxdı, nənəyə demədim. Aşura oldu, mən məclislərimi oxudum. Oldu zöhr namazı, evdə gəldim, namazımı qıldım, yatdım. Axı namazdan sonra saat 2-yə, bunlara 9 gündür bu gedir, gəlir, vədə verir. Deyir, yatdım. Həzrət Zəhra gəldi, yuxuma dedi, Mirzə Həbibullah, niyə gəlmədin o arvadın məclisinə? Axı o səni gözləyirdi. Deyir, ayıldım yerimdən, sərasima durdum. İsti gün ortanın istisi qaça-qaça gəldim. Küçəyə girəndə gördüm o arvad girir çıxır. Girir çıxır. O məni görür, mən görürəm. Girir çıxır evə. Gözü yoldadır. Gəldim, çatdım, dedim Mirzə Həbibullah. Niyə gecikdim məclisə? Xanım Zəhra buradaydı. Deyir, mən bildim yuxuda gördüyümü bu nənə canlı görüb. Sən demə xanım bunun evinə gəlir gedir. Bu xanımlar bizə nümunə olmalıdırlar. Bunlardan ibrət götürməliyik. Özümüzdə, ailələrimizdə, övladlarımızda. Seriallardan yox. Daha gec idi. Xanım gəlib getmişdi. Deyir, mən bildim ki, yuxuda gördüyümü, sən demə bu canlı görünmüş xanım bunun evinə gəlib gedirmiş. Mən evimi yıxdım, mən özümü yandırdım. Gərək adam Əhl-i Beyt adına qurulan məclisə balaca kimi baxmıyor.